Demək uşaqlar bu gün blogerlərin ilk videolarına baxacağıq. Bu videoda 3 dənə bloger seçmişəm və onların ilk videolarına baxacağıq. Əgər bu videoya 3000 like gəlsə, əgər bunun davamını çəkəcəm və fərqli blogerlərin ilk videolarına baxacağıq. Dedim ki, əgər sevsəniz davam eləyəcəyik deyirəm və keçirəm. Bu videoda Hilal Azadə, Rafinş və Harun Məmmədovun ilk videolarına baxacağıq. Görək başımıza nələr gələcək, nə tipdə videolar çəkiblər, nə vaxt videolar atıblar. Getdik və onların hamısının Instagram və TikTok hesablarını açıqlamalar qismində görərlərsiniz. İlk olaraqdan Hilal Azadə ilə başlayırıq. Görək Hilal Azadənin ilk videosu nətəriymiş. 2022-ci il göstərir, ancaq mən bu video məncə daha çox nədir bu arada. Siz necə belə formada qalmısınız? Bizim sirrimiz elə bunda. Az kalorili, minimal yağlı, The bol fuck is zınalı, fitness kalbasaları. Bir zamanlar bu adamın trend olduğu vaxtlar vardı. Həqiqətən deyirəm də, yəni indi də əslində çox da fərqli deyil. İndi Velzar, ciciz adamlar yəni populyardır bilirsən. Burada çıxan səs var ha, o Hilalın səsi deyil qardaşım. Elə bunda. O Hilalın səsi deyil, yəni başa düşürsən. Bu arada Hilalın daha köhnə videoları var bu arada YouTube kanalındadır. İndi birazdan onlara da baxacağıq. O instituta 700 balla daxil olur. O bütün aylıq qazancını valideynlərinə verir. Bu arada sizə bir dənə söz deyim. Arkadakı səs Harun Məmmədovun səsidir. Yəni bilməyənlər varsa, əgər mən hardasa 1 il əvvəl falan Hilal Azadənin videolarına baxdım. Video çəkəndə arkadakını bilmirdim. Həqiqətən Harun Məmmədov olduğunu. Sonra yorumlarda yazmışlar ki, həqiqətən də Harun Məmmədov. O çöl yeməkləri yemir. O çayxanada oturmur. İdmanla məşğul olur. Vaxtında yatır. Sigaret çəkmir. 1 manatla bir həftəni yola verə bilir. O vaxtında oyanır. Bu Harun'un bu ses tonu var ya, vaxtında oyanır. O adamın nəzir deyir, həqiqətən deyir. Bu arada uşaqlar, yüngül var, xəstəyən boğazım falan var. O cür səsim qəribə çıxır ola bilərdi, o cür üzür sayım. Zərərli içkilər içmir. Valideynlərimizin həmişə danışdığı, amma heç kimin görmədiyi xalqın uşağı. Xalqın uşağı. Neyse bir ləvə bu videoya baxanda elə eyni də bu reaksiyanı vermişdim. Məsələn, abi nostalgiyadır bu video, səni öldürəm. Yəni zordur da kanka. Xalqın uşağı. Xalqın uşağı. Aga Gram. 2022 videosu. Arkasında dur. O ne yazır? Ama sözünde söyüş yaz. Kim sen isen ben söyüş yazırsın. Sen başa düşmürsən ki, sen gel qabağıma çıxacağım ben. Alı yolu durmuşsan yazırsan. Ne başı? Gelmişsən orada. Gelmişsin sen orada. Sen kimsenin ben eli söz yazırsın. Ben başa düşmürsən. Tanımadığın adamın yazıyorsan ne şüpheli yazır. O kimlikte söyüş yazırsan. Poh yapsın. Oy zübül. Camal. Al bunu ye. Bu yüngül var biraz qəribə olmadı. Kamal. Al bunu ye. Qəribə oldu biraz herhalde. Film kim seçməli sənə? Muqa və südlü şokolad. Murat, yaxşısan? Yaxşıyam. Kimə dedin o? Amma bunu Bülent Ersoy'la çəkmişdi. Türklər bunu da belənçidə yaradıb çəkib. Post həqiqətən bilmirəm ki, Snickers buna həqiqətən də reklam verib mi, yoxsa özləri üçün burta mı çəkib? Çox qəribədir sən o. Tamam. Mert, al abi bir Snickers ye. İyi misin abi? Çok iyi geldi. Bəli, indi isə Hilal Azadənin YouTube hesabına giririk. Hilal Azadə yazdıq, enterə basırıq. Burada fikir verin, çox gülməli fikir var. Hilal Azadənin öz kanalı çıxır, hə. Altında da mənim videolarım çıxır, ola bilir. Hilal Azadəyə düz 3 dənə video çəkmişəm. Görək elə, ən köhnə videosu nədir? Bu arada bunların hamısı köhnədir. İlkinə girək, görək nədir bu? Fitsiz ilk buraxılış. Sual-cavab. Salam, axşamınız xeyir. Keyfət. Əgər səhərdirsə sabahınız xeyir. Əgər gecədirsə uzanın yatın bu videoya səhər baxarsınız çünki orada sabahınız xeyir. Videonun topsoranla çəkdilər və səni öldürəm. Xoş gəldiniz dediyimiz kimi Açmaz. YouTube kanal açmışıq. YouTube. Hələ ki adını da fikirləşməmişik. Suallara keçirik. Keçirik suallara. Deməli heç kəsin adını qeyd eləmirəm. Yəni birdən də kimsə istəyir anonim qalsın. Bir qardaş sual verib deməli. Vətəndaş. Ekrana qoyacaq. Biceps və triceps əzələlərinə atqazla işləmək daha yaxşıdır, ya sadəcə çox ağır və aşağı təkrar ilə? Cavab verən yoxdur. Hə. Ya Allah. Ver cavabını. Ver cavabını. Təbirən söz deyim, videonun editi həqiqətən də çox fərq edir, səni öldürürəm. Yəni bu dayananda sözləri kəsmələri, söz boşluqlarını kəsmələri, yəni danışa bilməyəndə həmin yerləri kəsmələri falan, edit falan, kamera keyfiyyəti həqiqətən çox fərqlidir. Yəni danışıq qabiliyyəti belə çox fərqli. Yəni indiki məncə yəni 5 səhifə skripti 5 dəqiqəyə öyrənə biləcək adamdan, ancaq orada heç danışa bilmirlər, səni öldürürəm. Nəysə Hilal Azadədən çıxsa, Hilal Azadədən bəs bu qədər baxdığımız. İndi isə Rafinşin videoları keçir. Görə Rafin sətər videolar çəkir. Fıdı deyil bu. 2019-un videosu.
Bilmirəm bir şey fikir verdiniz yoxsa yox. Videonu çəkər əlini 100% mikrofona qoymuşdu. Belə əli mikrofonuna çəkdi, qulağım açılmış kimi hissə məsələn. İlk videoları budur həqiqətən. Çox qəribədir. Birazdan YouTube kanalı çəkəcək bu arada Rafiq. İndi TikTokdakı videolarına baxın. İlk videolar. Hardasa işləyirsən, mırta TikTok videosu çəkilir. Yağmurda düşüb metroya minməliyəm. Avtobusdan düşəndə taksist mənə yapışır. Bir nəfər masazır. Mən hazır, gəl otur. Bir nəfər Sumqayıt. Mən hazır, gəl otur. Niyə da lan, niyə? Bu arada İlm Yanvar heç İlm Yanvar oxşar. Məsələn, öyrənirəm 2019-cu ilin videosudur ya. O vaxtlar 100% deyirəm sizə. Rafinşa var, çox lağa qoyurlardır. Məsələn, ailədə də lağa qoyurlardır. Sonra nə bilim, iş yerində də lağa qoyurlar. Şimdi giz videolar çəkirsən, axmaqsansa belə şeylərin başını burax, kim şeylər deyirlərdir böyük ehtimal. Bir neçə vaxtdan sonra məlum olur ki, qız hamilədir. Qızın ailəsi. Buradan sizin qapıya tək elçilərim düzürlər. Oğlanın ailəsi. Toydan sonra məlum olur ki, qız heç də hamilə deyilmiş. Qızın ailəsi. Oğlanın ailəsi. Oğlanın ailəsi desə hər səfərdə eyni şey deyir. Bu arada bir şey başa düşmədim. Qızın ailəsində qızı soxuşdurmağa çalışır ala. Bu nə ala? Hansı şnuru kəsin? Göy rəng olan, göy rəng. Göy yoxdur burada. Yaşıl, sarı, qara, bir də qırmızı var. Göy rəng yoxdur. Yox. Onda qoy partlasın. Qoy partlasın. Qoy partlasın. Qoy partlasın. Belə bir şey gələcəyini təxmin etmişdim bu arada. Bir söz deyim, 7 il əvvəl çəkilmiş bir videoya görə video keyfiyyəti çox superdir ya. Belə şey olar olar. Təbiətimiz cürbəcür quşlarla doludur. Normalda quşların uçuş sürəti saatda 160 km təşkil edir. Nə baş verir? Bəzən isə bu sürət hardasa saatda 200 km-ə qədər qalxa bilər. Əslində bu quşlarımızın sürdüyü avtomobil markasından asılıdır. Bu video, bu effektlər, bu zarafatlar həqiqətən də məni 7 il əvvəl apardı da. Yaxşı ki o vaxt telefonum yox idi də belə şeylərə məruz qalmırdım sən. İndi daha pislərinə məruz qalırıq da. Nəysə. Niyə kişilər rus qızlarına üstünlük verir? Maraqlı sual. Birinci qaqaş mənim qrup yoldaşım. Niyə Gürcüstan? Maraqlı sualdır əslində. Amma niyə belə bir sual olsun ki? Heç düşünmüsünüzmü? Mən də düşünməmişdim. Onlar daha cazibədardır. Nə bilim, onlar yağın açıq-saçıq geyinir, ona görə xoşları gəlir. Verir də. Sən verəcəyin cavaba başımıcısın. Açıq-açıq geyinir deyə xoşlar gəlirlər ala. Bəlkə sarışın olduqlarına görə ola bilər. Bu bəlkə, bu bir ehtimal. Onlarda mentalitet yoxdur da, bizə sərf eləyir qardaş. Məncə tələbat. Mentalitet yoxdur, bizə sərf eləyir. Bu sözün ucu çox açıqdır bu arada. Nəsə fikir bildirməyəcəm. Nə deməkdir? Ola bilsin fərqli görünürlər. Yugos qızışın olduğuma görə onlarla ünsiyyət qurma daha rahatdır. Mənə nə? Sən Allah bəs də qardaş, vay zibil görürsən hə? Əlverişlidir, intim münasibətə görə. Rus qadınla ailə qurardın. Yox. Yox. Niyə qurmaz? Bizimkilər, bilirsən, bu videoda danışa bilmirəm, artıq yumor məqsədindən çəkiblər bu videonu. Amma həqiqətən real olaraqdan da bu tipdə düşüncəsi olan insanlar varsa, yəni sözüm olar da, yəni bu videoda şeylər deyil. Ailə qurardın deyir, yox deyir. Böyük ehtimal da rus qızlarına bunlar başqa gözlə baxırlar. Yəni normal qız gözündən baxmırlar da. Yəni sadəcə əylənmək gözü ilə baxırlar, ona görə də belə problem yəni. Mən bu arada evlənərdim, niyə də evlənmirəm? Xəstəliklər insan olsaydı. Bu hansı xəstəlik? Şərfi papağından da şey olmayır sənə. Bıraxıram mən çəkmişdi. Nə şərt var, nə papaq. Yaxşı, bırax mən tələsirəm, görüşərik. Sağ olun, sağ olun. Assalamu aleykum. Hara tərəfsən? Hara gəlsən? Sən kimsən Allah? Hə, mən qripim da. Ha? Ay çox yaşa. Sən can yer cəhənnəmə vurur. Hara gedirəm ha bala? 2 həftə səndən ki, minimum 2 həftə. Gəl bura, gəl. Saxla görüm. Buna da var. Niyə? Artır. Adam artır effekt olmayacaq. Səmin deyirəm effekt olmayacaq. Artır. Olmaz da. Artır, bırak, artır. Hansı xəstəlik? Babasınızat gələcək Yusuf. Davay, axıra elə. Çək, əvvəl, su ver. Au! Ki ha! Hi ha!
Ayda kimsə minazeyn qazanıb deyərək videoya basırsan ki, Bu videoda 100 manat pul qoyaraq 50 manat pul tutdu. Lox olduğumu demədən göstər. yəni hamısı videoya daha çox baxış olsun deyə seçilmiş başlıqlar. Qardaşım həqiqətən də yəni bir video ilə Sabirovun videosunu bitirdi alt üst elədi də kanka. O izlənməsin izləyən də yəni. Yəni Cilic Byte. İnşallah videonun tam halına baxmaq istəyirsə, əgər açıqlama qismində Harun Məmmədovun kanalını da qoyacağam, əgər oradan baxa bilərsiniz. Yəni bu videoda onu başa düşdük ki, pozqazan kimi gizli şeylərə pulunuzu verməyin, gəlin halal pulunuzu qazanın və yaxud da ki, yatırım eləyin və pulunuzu qatın belə. Nəysə, bu gün bloqerlərin ilk videolarına baxdıq. Əgər 3000 like atsanız, əgər başqa-başqa bloqerlərin ilk videolarına baxarıq deyirik və bu videonu burada sonlandırırıq. Gəzək videoda görüşmək üzrə.